Qarabağ komandası haqqında nə düşünürsünüz? Qarabağla daha əvvəl qarşılaşmışam. Kelsin baş məşqçisi olduğum zamanlar 6-0 qalib gəlmişdik. Bugün Qarabağ çox dəyişib. Qurban müəllim komandanı çox irəlilədib. Bugün bəzi oyuncularımız Lukaku'dur, De Bruyne'dur. Onlarla oynamamaq üçün zədə alıblar. Mən də oynamaq istəmirəm açığı. Mənə elə gəlir ki, Qurban Qurbanov bu oyun bizdən intiqam alacaq. 6-0-ın intiqamını. Görək nələr olacaq. Mən Qarabağdan qorxuram. Güclü rəqibdir. Çox güclü rəqibdir. Həm də ki, büdcəsinin 24 milyon olmağına baxmayaraq çox möhtəşəm oyuncular var. Kadidir, Yankoviçdir, Bəhlul Divarzadədir, Elvin Cəfərquliyevdir. Koxayski möhtəşəm qapıcıdır məsəl üçün. Qarşımızdakı rəqib elə bil ki, Barselonadır. Qafqazın Barselonası. Ümidvaram hər şey yaxşı olar. Qarabağı məğlub edərik. Amma inanmıram ki, məğlub edə bilərik. Qurban Hocaya da uğurlar arzu edirəm. Qarabağ komandasının oyunlarını izləyibsizmi? Gözünüzü qorxudan oyuncu varmı? Düşünürəm ki, orada Andrade, Silva, duran kimi oyuncular bizə qol ata bilər. Risk yaradan oyunculardır. Bir də orada Nərman Ahtizadə adında futbolçu var. O nəyə qadirdir dəqiq bilmirəm, amma hamı ondan danışır. Yəqin yaxşı oyuncudur. Bir də buradan Qurban Hocaya demək istəyirəm ki, sənə halal olsun. Sağ olun, bu qədər daha deyəcək sözüm yoxdur. Söndürün Napoli'nin ışıklarını. Çekilin kenara. Gelen Qarabağ süvariləridir. 26 Noyabr gecesi İtalyanları bayram değil, katliam gösterir, katliam.